Salamlar, vaxtınız xeyir olsun dəyərli izləyicilər. Futbolissimo YouTube kanalında bu dəfə fərqli bir video ilə qarşınızdayıq. Çempionlar Liqasında mübarizə aparan 4-1 final mərhələsinin iştirakçılarının heyətindən rəmzi komanda formalaşdırılır. Son 8-ə qalan. Bəli, son 8 komandanın heyətindən rəmzi bir simvolik heyət formalaşdıracaq. 11-lik. Bəli, 11-lik formalaşdıracaq. Əlbəttə ki, qapıcıdan başlayırıq. Təbii, qapıdan başlayacaq. Əvvəlcə sənin fikrin alaq, səncə sənin qapıcı namizədin bu 8 komanda içərisindən kimdir? Yəni, sənin namizədinlə başlayaq və niyə? Yəni, Əsaslandır. Çempionlar Liqasını kənara qoysaq, yəni mən bilmirəm, xarakterində problem olsa da, Emiliano Martinez'in pərəstişkarıyam. Yəni, mən onu çox bəyənirəm, amma sırf bax bu turnirə görə... Sırf Çempionlar Liqasının 8 komanda arasında və Çempionlar Liqası performansını götürək. Hətta o seçimlərdə də onun adını çəkmişdim, David Raya. Sənin David Raya variantın... Bilmirəm, razısan yoxsa. 4-1 finalda bu qapıcı evdəki oyunda Real'la maçda qol buraxmadı. Seyvlər də var idi. Seyvlər də var idi. Deyək ki, boş dayandı, yəni işi oldu. Sənin Tərlanın variantı David Raya Arsenaldan, mənim variantım isə Interdən Jan Sommer'dir. O da bu mövsüm Çempionlar Liqasında qapısını çox yaxşı şəkildə qoruyur və David Raya kimi o da az qol buraxır. Yer gəlmişə Arsenal çox qol vurur Çempionlar Liqasında bu mövsüm və az qol buraxır. Ona görə indi izləyicilər bizim variantlarımızı qoyuruq seçim kimi. David Raya və Jan Sommer. İzləyicilərin rəylərinə əsasən hansı daha çox səs qazansa, deyək, simvolik yığmanı onların seçimi ilə davam edəcək. Amma mənim variantım Jan Sommer'dir, Tərlanın variantı David Raya'dır. Elşənin variantına gəlincə isə, Elşən üçün üzr istəyirəm, Jan Sommer yox. Elşən Barcelona komandasından Wojciech Szczęsny'ni seçib. Barcelona azarkeşləri çoxdur. Biz burada Kurtuğanı seçmədik, Real azarkeşləri bəlkə düşünə bilir. Elşən Szczęsny'ni seçdi dostlar. Sizin təbii ki, fikirləriniz maraqlıdır. Siz kimi seçərdiniz qapıya? Bu 8 komanda içərisindən söhbət. 4-1 finalçılardan gedir. Müdafiə mərkəzində 2, cinahlarda 2 futbolçumuz var. Başlayaq müdafiənin sol cinahından. Sol cinahdan. Sol cinah müdafiəçisi. Dimarconu bəyənirəm, amma oynamır da qardaş. Yəni, yağ zədələnir, yağ nəsə heyətə düşmürlər, onu rotasiya edirlər. İcazənlə Nuno Mendes işləyim. Təxminən səninlə eyni fikirdəyəm, razılaşmağa məcburam və üstəlik Dimarco olmadığı maçda da Carlos Augusto özünü çox yaxşı tərəfdən göstərdi deyə onların hər ikisinin performansından daha önə çıxan bir Nuno Mendes var. Mən də sola Nuno Mendes'i qoyuram. Elşənin qarşı oyunlar, Aston Villa'ya vurduğu qol. Elşən də Nuno Mendes'i seçib yeri gəlmişkən, onun seçimlər içərisində də sol cinah müdafiəçisi Nuno Mendes'dir. Yəni, hər üçümüzün fikri sol cinahda birləşir. Bəs sizin fikrinizcə bu 8 komanda içərisindən 4-1 finalçılardan ən yaxşı sol cinah müdafiəçisini çıxaraq... Alfonso Davies zədələndi. Alfonso yox, Dimarco zədəliydi, buraxmışdı oyunu. Keçdik müdafiənin sağına. Ağlında varmı? Bu 8 komanda içərisindən hansının sağ cinah müdafiəçisi əladır? Əşrəf Hakimi, Kimix o mövqeyin oyuncusu sayılırmı, yoxsa onu da maraqlıdır, müzakirə etmək olar. Barcelonadan Jules Koundé, Arsenalda kim oynayır? O da dəyişir. Çox çətindir. Interdə də məsələn zədəlidir o cinahın oyuncusu. Orada Dumfries zədəlidir, Darmian oynayır. Barcelonada Jules Koundé. Orada açığı Vasquez deyə bilmirəm. Yəni Dortmunddan seçmək ixtiyarımız yoxdur, çünki Dortmund... Rierson, Julian Rierson. Yəni o, yaxşı, Əşrəf Hakimini qoyub Rierson seçsək, izləyicilər bizi... Sola Nuno Mendes'i qoyub, sağa da Əşrəf Hakimi. Qoymaq ədalətsizlik olmaz axı. Amma qoymaq olar. Yoxmuş ki, var başqa, Realda yoxdur. Arsenalda bəli, Interdə bəlli, Bayern'də bəlkə Joshua Kimmich, amma o da Əşrəf Hakimi qədər
yəni sağ cinah müdafiəçi göstəricilərlə özünü göstərir. Çox Konrad Laimer də oynayır. Yəni yarım müdafiədə daha yaxşı. Yozo kimi məncə yarım müdafiə kimi daha yaxşı. Yenə PSG-yə müraciət eləyək. Əşrəf Hakimi mənim də seçimim Hakimidir məncə. Elşən də Hakimini seçib. O bizdən əvvəl seçimini qoyub bizim üçün. Üçdə 3 oldu bu dəfə seçimlər. İzləyicilərin bəlkə hansısa bir variantı var, sizin fikriniz də çox önəmlidir. Keçdik müdafiə mərkəzində ən önəmli yerlərdən biri. Mərkəz müdafiəçiləri variantımız 2-dir. Yəni 2 mərkəz müdafiəçi seçməliyik. 8 komanda içərisindən. Elşənin variantları Kubarsi və Bastonidir. Kubarsi və Bastoni. Kubarsi və Bastoni. Mənim variantım birini seçər, hələ birinci. Mən Salibanı seçirəm. Bu 8 komanda içərisində ən yaxşı mərkəz müdafiəçisi məncə Salibadır. William Saliba. David Ryan seçmişdim qapıdan. Arsenaldan. Razılaşıram William Saliba. Qaldı o biri. O birisini Elşənin variantı isə Bastonidir. Digər müdafiəçi kimi göz önünə gətirsək, kimi seçmək olar? Məsələn, kimi seçdin sən? Vurdun bir-birinə bu boyda heyətləri. Kimi seçdin sən? Tərlan, seç görək. William Saliba. Yanında da kim? Bastonini qoymaq olar görəsən. Məsələn, Elşən Bastoni sizə bir tərəfə Kubarsini qoyub gənc. Bastoni yeri gəlmişkən Bayern səfərindəki maçın MVP-si oldu. Barsan nəsə müdafiəsini bəyənmirəm ya. Real'ın müdafiəsi 3 gol buraxdı. Orada Rüdiger var. Rüdiger var əslində. Birinci oyundan sonra 3 gol buraxdı. Başqa. Paris Saint-Germain'də Marquinhos oynamırdı birinci oyunda. Yanında William Pacho var. Dortmunddan Schlotterbeck'i qoydu. O da yaramır işə. Bastoni. Belə baxıram ki, Acerbi, Bastoni. Mən də Bastonini qoyardım. Bastoni, Saliba. Bastoni, Saliba. Biri sağ ayaq, biri sol ayaq. Mükəmməl məncə tandem olar. İzləyicilərin fikirlərini alacağıq. Elşəndə biri tutdu bizdən, biri Kubarsi oldu. İndi Barcelona da işlər bəyənəcək. O da asist verdi Dortmundla. Gol idi yəni. Hətta yeri gəlmişkən Rafinha Kubarsinin qolunun asisti. Rafinha açıqlama verdi ki, mən Kubarsidən üzr istəmişəm o qola görə. Müdafiə bəllidir. Qapıçı David Raya və məndə Yan Zommer, Elşəndə Şensini. Müdafiədə solda Nuno Mendes hər üçümüzdə, sağda hər üçümüzdə Hakimi, mərkəzdə Elşəndə Bastoni və Kubarsi, bizdə isə Bastoni və William Saliba Arsenaldan. Keçdik. Bir dayaq yarım müdafiəçisi qoymağa çalışırıq öz komandamıza. Declan Rice. Declan Rice. Yəni elə bir performans göstərir ki, yer gəlmişkən izləyicilərdən biri qeyd eləmişdi ki, səhv ya Instagramda ya da YouTube'da Declan Rice'ın cərimə zərbəsi zamanı, canlı sətdə olan futbolçuların nömrələrinin cəmi 41 eləyir. Declan Rice'ın nömrəsi də 41 idi. Cərimə zərbəsini vuran. Hansı riyaziyyat məqaləsi? Həqiqətən çox maraqlı bir rəy var. O dostumuzun adını unutdum. Çox maraqlı fikirdir. Hətta deyəsən ikinci cərimə zərbəsində də eyni futbolçular idi rəqəmlər. Hamımız məntiq. Jude Bellingham məsələn xatırlayıram onlar içərisində. Oyunçuların rəqəmlərinin cəmi 41 eləyir və 41 nömrəli futbolçu da cərimə zərbəsində mükəmməl. Declan Rice-la razılaşmaq olarmı dostlar? Elşənin bu mövqedəki futbolçusu Hakan Çalhanoğlu'dur. O daha çox yaradı, yəni o da yaradı. Vitinha və ya Hakan Çalhanoğlu. Mən açığı bu mövqeyə sırf bir dayaq yarım müdafiəçisi mövqeyinə Declan Rice-i qoyardım. Declan Rice-i qoymaq olar. Stone qeyd etdim. Mən Vitinha seçmişəm dayaq yarım. Dayaq yarım. Elşən Vitinha seçib. Kadrda olmasa da səsi gəlir. Staj olaraq Daha çox yaradıcıdır. İndi o seçim olaraq Elşən seçimi Vitinhadır. Mən Declan Rice, Tərlan Declan Rice seçdi. Mən razılaşdım. Çünki elə bir aura yaradıb ki, mən də şərtdə olmuşam. Yəni Declan Rice deyiləndə seçməmə ehtimalım yoxdur. Keçdik 2 digər yarım müdafiəçi yanında. Biri biraz geridə oynasa, mənim variantım biri Pedri'dir. 100%. Biri Pedri'dir. Pedri razılaşıram. Razılaşırsan, eləmi? Elşəndə Vitinha seçibsə Hakan Çalhanoğlu'nu qoyur onun yanına. Jude Bellingham deyərdim, amma Hakan Çalhanoğlu. Eləmi? Pedri Hakan. Mən fikirləşim, mən biraz Hakandan daha çox o mövqe üçün uyğun gələn futbolçulara bir göz gəzdirim. Musiala zədəlidir. Musiala yoxdur. Real Madriddə hücuma meyilli futbolçu olsa Jude Bellingham o göstərmədi performansı mən ona görə seçə bilmirəm. Amma ümumi baxsaq
Bəlkə də Jude Bellingham'i qoymaq olar. Mən Jude Bellingham'i qoyuram. Zədələnməsə Musialanı da qoymaq olar, sadəcə yoxdur da. Mən Jude Bellingham'i və Pedri'ni qoydum yarım müdafiəyə. Tərlan isə Hakan Çalhanoğlu və Pedri və bəli. Hakan Çalhanoğlu Pedri variantı eyni zamanda Elşəndədir. Keçdik indi hücumun cinahlarına. Başlayaq hücumun sol cinahında kimi seçərdim? Yəni hücumun sol cinahı, yaxşı belə sual verək. Barselonanın oyunçularından başqa daha çox diqqətə cəlb edən Rafinha, Yamaldan başqa seçmək üçün hansı variantınız var? Vinicius Junior, hər şeyə baxmaraq önəmli fiqurdur. Arsenala qarşı zəif oynasa da hal-hazırda o mövqeyin ən yaxşı oyuncularından biridir. Sol winger. Yəni. Amma Rafinha hansı mövqeyin oyuncusu sayılır? O da sol Vinicius mövqeyi elə deyil. Sağda Yamal Ona oynayır. görə də avtomatik olaraq Rafinha üstəlir Viniciusu. Məncə də, yəni çünki bu mövsümdən söhbət gedir. Çempionlar Liqasından söhbət gedirsə, Çempionlar Liqasının bombardinini kənarda qoymaq heç cür düzgün gəlir. Vinicius artıq bilmirsən də o yarım finalda olacaq ya yox. Hə, çünki biz yeri gəlmişkən bu videonu dostlar, birinci İlk oyunlardan sonra çəkmişik. Ola bilsin bəlkə də bu video oyunlar qutarandan sonra olsun. Amma biz 8 komandanın heyətini, 8 komandakı futbolçulardan seçirik heyətimizi. Rafinha variantı ilə razılaşmaq olar mı dostlar? Tərlan Rafinha dedi, Elşən də Rafinha yazıb. Mən də Rafinha deməyə məcburam çünki o mövqeyin başqa oyuncusu onun qədər statistik göstəricidə yaxşı oyuncu yoxdur. Sol winger mövqeyinə Rafinha'nı yazırıq və keçirik sağ wingerə. Orada da Usman Dembele variantı var. Usman Dembele'ni qoyum mən. Barcelonadan seçdik. PSG-dən müdafiəçilər seçmişdik. Vitinha da var və Usman Dembele'nin ora layiq bilmək olar təbii ki. Bukayo Saka məsələn zədədən qayıdıb, İttan, Nvaneri, digər oyuncular Arsenaldan oyuncu seçə bilmirik təəssüf ki. Usman Dembele'ni seçməliyik ya da Lamine Yamalı. Başqa variant Rodrigo ola bilər. Mbappe düşmür ora. Mbappe mərkəz hücumçusu kimi oynayır. Düşmür ora. Realdan Jude Bellingham'i qoymusan onsuz da. Mən Realdan Jude Bellingham'i seçmişəm. Sən Usman Dembele'ni seçdin. Elşən Lamine Yamal seçib. Finger kimi başqa kimi qoyma olar axı. Rodrigo. Desire Doué'ni seçərdim. De Paul yox, Real'dakı. Desire Doué hansı cinahda oynayır? O cinahın oyuncusudur, eləmi? Çünki digərçədə Ximiç oynayır. O da PSG-dən. Yəni Dembele'ni qoyub Desire Doué'ni. Mən Desire Doué'ni seçəcəm. Çünki həm Liverpool'un oyunda möhtəşəm qol vurmuşdu xatırladığım qədərilə. Həm bu qarşılaşmada Aston Villa ilə maçda mən Desire Doué'ni seçirəm cinaha. Bəlkə də xeyli tənqid ola bilər, amma bu da mənim fikrimdir. Mənim bu mövqe ilə bağlı seçimim bəlkə də izləyicilərin diqqətini yayındıra bilər. Desire Doué'ni seçməyəm, Yamal yox, deyək ki, Usman Dembele yox, Desire Doué seçməyəm bəlkə də fikirləri qarışdıra bilər, amma mən öz fikrimdə qalıram ki, bu futbolçuya güvənmək lazımdır və məncə geridə qalan mövsümün ən yaxşı oyuncularından biridir o cinah. Gözəl də qol vurdu Aston Villa'nın. Çox baxımlı qol vurdu və qollar vurur. Qaldı yeganə mövqe, hücumçu mövqeyi. Mən Elşənlə başlayayım, deyim ki, Lewandowski'ni seçib. Sənin seçimin nədir? Bu 8 komandada olan 4-1 finalçılar içərisindən bir hücumçu çıxar ki, o bu rəmzi heyətin mərkəz hücumçusu olur. Mən Harry Kane deyərdim. Amma Interə qarşı fürsətləri dəyərləndirə bilmədi ilk oyunda. Əvəzində isə Robert Lewandowski 2 qol vurmağa müvəffəq oldu və onun performansını xüsusilə qeyd etmək lazımdır. Yəni bu yaşda Barcelona kimi komandada bu qədər qollar vurursa, Çempionlar Liqası tarixində ən çox qol vuran 3-cü oyunçudursa, hətta Barcelonada 3 mövsümə 100 qol səddinə demək olar ki, heç nə qalmayıb, 99 qol vurub. Bəli. Yəni onun yenə deyirəm, yəni onunla eyni yaşda olan oyunçular hal-hazırda bilmirəm, MLS-də, Səudiyyə Ərəbistanında oynayırlar. Barcelona'nın əsas qol ümididir Lewandowski və tam olaraq layiqdir buna Robert Lewandowski. Hər ikiniz Lewandowski'ni seçdiniz. Mən isə o mövqedə Real'la ilk oyunda
möhtəşəm qol vuran və o mövqe üçün əslində yad olan Mikel Merino seçəcəm simvolik olaraq. Çünki bu futbolçu əslində dayaq yarım müdafiəçisi. Özü yaradıcı yarım müdafiəçisi deyil, dayaq yarım müdafiəçisidir. Amma Mikel Arteta ondan hücumçu kimi yalancı 9 Lautaro demirsən? Thuram Lautaro'nu demək olar əslində, bəlkə də Thuram'ı seçmək olar, amma qoy o mövqeyə mən Mikel Merino'nu seçim, çünki onun əziyyəti həmişə kənarda qalır. Üstəlik Real'da çox Interdən oyuncu azdır heyətdə. Yalnız qapıcıdır. Yan Sommer, Hakan Çalhanoğlu da var. Mən Bastoni də var. Ona görə mən Mikel Merino variantında qalıram dostlar. Bəlkə də yenə deyirəm, bu fikrimdə xeyli müzakirəyə səbəb ola bilər ki, Merino əslində hücumçu deyil, amma fakt ki bu komandanın futbolçusudur və yəni Real oyunda qol vurursa və hücumçu mövqeyində faktiki oynayırsa, mən onu seçməyəm də normal bir şeydir. Mbappé'ni seçmədik. Çünki Kylian Mbappé birinci oyunda heç nə etməmişdi. Cavab oyunda gəlib hat-trick eləsə, dostlar, mən indən fikrimi özümü sığortalayım. Hücumun mərkəzinə Merino yox, Mbappé'ni qoyacağam. Əgər elə bir senari olmasa elə Merino fikrində qalıram. Mən sığortaladım özümü. Keçdik baş məşqçilərə. Elşən baş məşqçi qeyd eləməyib. Digər yəqin səsli şəkildə. Mikel Arteta'nı seçdi. Mən Hansi Flick'i deyirəm. Hərçən ki Hans-Dieter Flick. Inzaghi variantını əslində müzakirə eləmişdik, amma çox ciddi dəyişiklik edən bir məşqçi var, bir komandanı qısa müddətdə. Inzaghi bir neçə mövsümdə işləyir. Flick isə gəldiyi 6 aydaca komandaya elə bir ruh Vahməli bir komanda yaradır. Həqiqətən Hans-Dieter Flick ikimizin seçimidir. Elşənin seçimi isə Mikel Arteta'dır. O da çox yaxşı bir kollektiv yaradır. Ancelotti bildirmişdi ki, gələcəyin komandasını formalaşdırıb çox əla komanda yaradıb və o komandada birinci oyunda Real'ı məğlub etməyə bacardı. Belə dostlar, bizim 4-1 finalçılarla bağlı rəmzi heyətimiz buydu. Sizin hər mövqe ilə bağlı mən xahişim nədir? Rəylərdə qapıcı, flankəs, müdafiəçilər, siz 11 oyunçunun adını yazsanız, biz də o rəylər 1, 2, 3, 4, 5 də yaza bilərsiniz. 11 nəfərin adını yazın. 11 nəfərin adını yazın, biz biləcəyik ki, sol cinaha kimi qoymuşsunuz, sağa kimi qoymuşsunuz. Ən yaxşı, bizə yaxın, belə deyək, bizim zövqümüzə oxşayan, belə deyək, o rəmzi komanda barədə növbəti verilişimizdə o videoda həmin o komandanı da gündəmə gətirərik. Bax, belə bir şey deyək. Tərlan, çox sağ ol, təşəkkür edirəm. Elşənə təşəkkür edirik. Surxaya çox sağ ol deyirik buradan videonu çəkdiyi üçün və təbii ki, İsmailov mediaya da minnətdarıq, çünki bizim videolarımızın çəkiliş məkanı məhz İsmailov media məkanıdır. Siz də videolarınızı və yaxud da ki, digər videolarla bağlı, ümumiyyətlə çəkilişlərlə bağlı müraciətinizi, istəklərinizi məhz burada reallaşdıra bilərsiniz. Sağ olun, növbəti verilişlərdə görüşmək ümidi ilə. Hələlik.